Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardaban rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində dollar yağışına tutulmasıyla bağlı görüntülər yayılıb. Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı. Xəbər verilir ki, Şəbnəm Tovuzlunu dollar yağışına tutan həmin ailə Ofeliya xanım və Luka ləqəbli oğlu narkotik alverçisi imiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar. Qeyd edək ki, görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görülür. Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl əşyaları da hədiyyə edilib. Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.